Herkese salam. Bugün magistratura səviyyəsi üzrə imtahana hazırlaşanlar üçün Dimin İngilis dili toplusundan Interrogative Sentences bölməsinin testlərini işləyəcəyik. Gəlin başlayaq birinci testimizdən. We wrote a dictation at the lesson yesterday. Sualımıza yesterday sözünə veririk. Zaman zərfidir, cümlə keçmiş zamandadır. Deməli, keçmiş zamanı zaman zərfi, keçmiş zamanın köməkçi feili olan diddən istifadə etməliyik sual verəndə. Baxırıq, harada did var? A variantında yoxdur, çıxır. B variantında yoxdur, çıxır. C-də did və wrote birlikdə işlənməz. C-də çıxır. D-də when did we write a dictation at the lesson? D variantı düzdür. Y variantı niyə səhvdir? Çünki ha ofun hansı aralıqda, nə qədər tez-tez kimi sual verir. Yesterday amma dəqiq bir vaxtda bildirir. Y variantda çıxır. Qalır D variantı. Bir də D-dir. 2-də I reached home very late yesterday. Yenə baxırıq, did axtarırıq. Y variantda yoxdur, Y-də çıxır. D variantında yesterday var. Yesterday-yə sual veririk. Onu niyə yazaq? D-də çıxır. Adı da eyni şəkildə. Əgər hər hansı bir suala, cümlə üzrə sual veririksə, sualı verdiyimiz cümlədə həmin cümlə üzrə istifadə edə bilmərik. Çünki biz ona sual vermişik. Qalır B və C variantı. Baxırıq, when did I reach? Bir cümlədəki keçmiş olmaz. B-də çıxır, düzgün cavabımız olur C variantı. Üçüncü testimizə baxaq. There is a lot of sugar in the cup. Sugar sayıla bilməyən isimdir. Ona görə how much-dan istifadə etməliyik. A çıxır, B çıxır, C çıxır. D ilə Y-yə baxırıq. How much sugar is there olur. Ona görə olur D variantı. Sualda köməkçi feil keçməlidir qabağa. Deməli, ona görə də üçüncüdə cavabımız olur D variantı. Dördüncü testimizə baxırıq. Of you broke my pen. Sizdən kimisə canlıdır. Canlı olduğuna görə A çıxır, avtomatik D-də çıxır, Y-də çıxır. 4-də qalır B, whom of you olmaz. Ona görə which of you, sizdən kim? Hansınız mənim qələmimi qırdınız? D variantı olur. C variantı olur 4-cüdə. Sonra 5-cidə have you been here? Deməli, bilirik ki, when sualı indiki bitmiş zamanda, yəni present perfect-də hər hansısa bir zaman zərfinə when ilə sual verdikdə cümləmiz keçir keçmiş zamana. Ona görə də burada when have you been deyə bilmərik. B variantı avtomatik çıxır. A variantı da çıxır. What have you been here? Bu da düzgün tərcümə olunmur. D-də çıxır. Ago da keçmiş zamanında Y-də çıxır. Düzgün cavabımız olur. How long have you been here? Siz nə qədər zamandır, müddətdir buradasınız? 5-də düzgün cavab olur C variantı. 6-da yenə Jane has just made a cake. Cümlə present perfect-dədir. When-nə sual veririksə, cümlə keçirir keçmiş zamana. B variantımız çıxır. C variantımız da çıxır. Y-də də köməkçi feil yoxdur, Y-də çıxır. A ilə D qalır. Did-lə made bir yerdə olmaz. Ona görə qalır A variantı. 7-ci testə baxaq. Deməli, Alice can come with you. Bu cümlə tək question'dır. Tək question'da vergüldən əvvəl təsdiqdirsə, vergüldən sonra inkar olur. Və hansı zamansa o zaman istifadə edirik. Can't she? Düzgün cavabımız olur Y variantı. Sonra 8-ci testdə there are a lot of natural resources in our country. Ardırsa aren't there? A variantı. Təsdiqə inkar, inkara təsdiq veririk. Sonra 9-da he won't carry this heavy bag. Want will not-un qısaldılmışıdır. Ona görə olur will here. 9-da C variantı. 10-cu testimizə baxırıq. As usual, John and Jack stay either at their aunts or uncles. Birinci tərəf təsdiqdədirsə, ikinci tərəfdə olur hansı zamanda? İndiki sadə zaman John and Jack-də cəmlik bildirir deyə A variantı. Sonra 11-ə baxaq. Altından xətt çəkilmiş söz. She wanted him to come to her place. Cümlə keçmiş zamandadır. A variantında altından xətt çəkilmiş söz var. Ona görə A variantımız çıxır. B variantında da eyni şəkildə çıxır. C-də də çıxır. D-də də çıxır. Hər birində altından xətt çəkilmiş sözü yazıblar. Qalır Y variantı. What did she want? O nə istəyir? O onun
onun yerinə gəlməyini istəyir. 12-ci testdə düzgün sualı seçirik. When has he breakfast? Heç bir şəkildə düzgün deyil. Has he breakfast? Burada has əsas feil. Əsas feildə sual vermək üçün istifadə edə bilmərik. C variantında does he to have breakfast düzgün deyil. He has to have breakfast at 7 o'clock, doesn't he? Düzgün cavabımız budur. Çünki has to, have to-dan istifadə edərək sual inkar düzəldə bilmərik. Həmin zamanın köməkçi feilindən istifadə etməliyik. Y-də isə yenə he doesn't have lunch at home, has he düzgün deyil. Cavabımız olur 12-də D variantı. Keçək 13-cü testimizə. There were a few pictures on the walls. Few miqdar bildirir. Ona görə və sayıla bilən isim deyə özündən sonra gələn isim how many-dən istifadə etməliyik. A variantımız çıxır. C variantımız da çıxır. How many pictures? Deməli, how many pictures deyiriksə, there were olmaz, were deyirlər. Sualda köməkçi feil gəlir qabağa. B də çıxır. Pictures cəmdə olduğuna görə Y də çıxır. Düzgün cavabımız 13-də olur. D variantı. Keçirik 14-cü testimizə. The teacher made me repeat the rule again. Cümləmizin mübtədasına sual veririksə, heç bir şəkildə köməkçi feildən istifadə edə bilmərik. Mübtədanın əvəzinə canlıdırsa who, cansızdırsa what qoyuruq və cümləni olduğu kimi davam edirik. Yəni, who made me repeat the rule again. Düzgün cavabımız 14-də olur A variantı. 15-də. My sister won a prize for her singing. What did my sister win a prize for? Bu cümlə düzgündür. Baxaq digərləri niyə səhvdir. Whose singing won a prize? Bu düzgün deyil. Çünki singingə sual vermişik. B çıxır. Why for-la işlənmir. For what won olmur. Cümlənin köməkçi feili yoxdur. What did my sister win? Sual ona verilmir. Nə üçün alıb prizi ona verilib? Düzgün cavabımız olur A variantı. 16-da this week zaman zərfidir. İndiki bitmiş zamanda zaman zərfinə sual verdikdə when keçir keçmiş zamana. Bu cümlədə deməli indiki bitmiş zaman present perfect-də passive voice cümləsidir. Active voice deyil. Ona görə də passive voice olduğuna görə didlə yox, was-la düzəlməlidir. Baxaq. B variantı çıxır, D variantı çıxır, Y də çıxır. Qalır A və C. When was I promised a few books on this problem? A variantı düzdür. C niyə düz deyil? Was aydan əvvəl gəlməlidir. 16-da olur A variantı. 17. The bread was cut with a sharp knife. Sharp knife-a sual verməliyik. Nə ilə kəsib? İti bıçaqla. How olmaz. How necəliyin bildirir, tərzini bildirir. A çıxır. B-də köməkçi feil yoxdur. Sonra with what was cut the bread olmaz. Sözlərin yerdə qarışıqdır. By canlıya deyilir. D-də olmaz. Həm də ki, cümlədə yenə the bread cut olmalıdır. Düzgün cavabımız olur Y variantı. What was the bread cut with? Nə ilə kəsilib çörək? Nə ilə doğranıb? 18-də her room altından xətt çəkilib, ona sual verməliyik. Alice had to clean her room twice yesterday. Cümlə keçmiş zamandadır. Ona görə didlə sual verməliyik. A variantımız çıxır, Y variantımız çıxır. Sonra B-də didlə had bir cümlədə işlənmir, B-də çıxır. Qalır nə? C və D variantı. What did Alice have to clean twice yesterday? Bir də what did Alice do twice yesterday? Düzgün cavabımız C variantıdır. Nəyi təmizləməlidir? D-də səhvdir. 19-da a terrible accident took place late at night. Deməli, 19-da altından xətt çəkilən söz mübtədanın təyinidir. Mübtədanın təyini olduğuna görə necə bir accident, necə bir hadisə baş verib? What kind of-la sual verməliyik.
Çünki burada terrible accident-in altından xətt çəkilməyib. Sadəcə təyinin altından xətt çəkilib. Deməli, what A variantı çıxır. What kind of accident did take place late at night? Bu düzgün deyil. Çünki accidentdən sonra did ola bilməz. What kind of accident yazıb, sonra cümləni olduğu kimi davam etməliyik. B çıxır, C də çıxır. What kind of accident took place late at night? Düzgün cavabımız D variantıdır. Dedik ki, mübtədəyə sual verəndə köməkçi feil istifadə etmirik. Eləcə də what kind of accident deyiriksə, artıq orada bizim köməkçi feilimizi qoymağa yerimiz yoxdur. Daha sonra took place late at night ilə davam etməliyik. Bildiyimiz kimi köməkçi feil mübtədədən əvvəl işlənməlidir. Keçək 20-ci testimizə. He has been told about the accident today. Zaman zərfidir, indiki bitmiş zamandadır və cümlə passive voice-dadır. Baxırıq. A variant, B variant avtomatik çıxır. Biz cümləmizi keçmiş zamanda yazmalıyıq. Keçirik digər hissəyə. D variantı çıxır, did olmaz, was olmalıdır. Y də çıxır, has'dır, qalır C variantı. When was he told about the accident? Çox hallarda çıxış hədəyyətdə düzgün cavabı tapa bilərsiniz. Ən azından variant sayını azalda bilərsiniz. Nick has lunch in the kitchen. Yerdə sual veririk. Deməli, cümlə indiki sadə zamandadır. Does'dan istifadə etməliyik sual verərkən. A variantı does yoxdur, A çıxır. C-də has var çıxır. D-də do var çıxır. Qalır B və Y variantı. Where does Nick has lunch? Does-la has bir cümlədə olmaz. Does Nick have lunch olmalıdır. Düzgün cavabımız olur Y variantı. Sonra 22-ci testə baxırıq. The children were afraid of staying alone at home on such a stormy night. Staying alone altına xətt çəkilib. Uşaqlar nədən qorxurlar? Əvvəlcə baxırıq. Were children, were keçməlidir əvvələ. A variantında was the children olmaz, children cəmdədir. A variantımız çıxır. B variantımızda why artıq prepositionla işləmir. B də çıxır. What-da da, what-dan sonra were gəlməlidir. C-də çıxır. What article işlənmir, həm də cümlə sırası düzgün deyil. Yox, article işlənir, sadəcə cümlə sırası düzgün deyil. Were children-dan əvvəl gəlməlidir. Y-də isə what were the children afraid of? Düzgün cavabımız olur 22-də Y variantı. 23-ə baxaq. She had to tell him the truth. O, ona düzgün, doğrunu deməli idi. Cümlə keçmiş zamandadır. Himin altına xətt çəkib himə sual veririk. Deməli, sualımızı didlə düzəltməliyik. A-da, B-də did yoxdur, çıxır. Y-də də did yoxdur, çıxır. Qalır C-lədir. Did she has olmaz, have to tell the truth. Düzgün cavabımız olur C variantı. D variantı, üzr istəyirəm. Çünki has didlə olmaz. Orada have olmalıdır. 24-cü testə baxaq. You will be responsible for your words. Sən öz sözlərin üçün responsible nədir? Məsuliyyətli olmalısan. What will you be responsible for? Əslində bu düzgündür. A variantımız düzdür. Baxaq digərləri niyə səhvdir. Why həm tərcümə uyğun gəlmir. Nə üçün yox, nəyə görə? Səbəb soruşmur burada. Sözlərin nə üçün məsuliyyətli olmalısan? Sözlərin üçün. For what you will olmaz, will you olar, C çıxır. Who will be responsible for your words? Burada mübtədəyə sual verilməyib, D də çıxır. What will you be responsible? Burada da for yeyilib. For mütləq olmalıdır. Y də çıxır. Düzgün cavab 24-də A variantı. 25-də a very hard accident happened on the road. Cümlənin mübtədasına sual verilir və mübtəda cansızdır. Cansızda dedik ki, whatla sual veririk. Canlıya who ilə. Əgər mübtədaya sual verilibsə, özündən əvvəl gələn təyin də onunla bir yerdə sual verilməlidir. Ona görə what happened on the road yesterday. Düzgün cavab olur Y variantı. Mübtədaya sual verəndə heç bir köməkçi feildən istifadə etmirik. 25-də cavab Y variantı. Baxırıq 26-cı testimizə. I have never heard her sing so beautifully. Mən onun bu qədər gözəl oxuduğunu heç vaxt eşitməmişdim. Nəyi? Onun bu qədər gözəl oxuduğunu. Baxırıq, cümlə hansı zamandadır? İndiki bitmiş zamanda have ilə düzəlməlidir və sual və have mübtədadan əvvəldə gəlməlidir.
Sage çıxır, have mübtədadan sonra da gəlib. D-ni hələ ki saxlayaq, yeni də saxlayaq. Baxırıq. Mən onun bu qədər gözəl oxuduğunu heç vaxt eşitməmişdim. Nəyi? Onun gözəl oxuduğunu. What have I never heard? Nəyi eşitməmişdim? Düzgün cavabımız olur B variantı. Digərləri heç biri tərcüməyə uyğun gəlmir. Sonra davam edək 27-ci testimizlə. A very strange thing happened yesterday. Əgər mübtədanın təyinini sual verirsə, what kind of-la verməliyik. What kind of thing daha sonra cümlə olduğu kimi davam edir. What kind of thing had happened yesterday. Heç bir əlavə köməkçi feildən istifadə etmirik. 28-də Marilyn usually has dinner at home. Cümlənin yer zərfinə sual veririk. V ilə sual verməliyik. İndiki sadə zamandadır. Does-dan istifadə etməliyik. Baxırıq. A-da does var, hələ ki saxlayaq. B-də does yoxdur, çıxır. C-də has-dir, does yoxdur, çıxır. Y-də də do var, çıxır. Qalır A və D variantı. İndi baxırıq. A-da does da var, has da var. Does olan yerdə has işlənməz, have işlənir. Ona görə A variantı çıxır. Düzgün cavabımız olur D variantı. Sonra 29-cu suala baxaq. The football match lasted for 2 hours. Nə qədər elə bil ki, saatın nə qədər müddət olduğunu, nə qədər çəkdiyini soruşur. Suala deməli veririk. Nəyə? How long-la veririk də, hansı uzunluqda, hansı müddətdə çəkib həmin o futbol maçı. Deməli, how long-dan sonra biz verməliyik köməkçi feilimizi. Cümlədə keçmiş zamanda deyə didlə veririk. Baxırıq, harda did yoxdur. Onları silək. A çıxır, D çıxır. How much olmaz, how long olar. Qalır B və Y variantı. Lasted olmaz, didlə lasted olmaz. Çünki bir cümlədəki keçmiş olmur. Düzgün cavabımız olur B variantı. Sonra 30-cu testimizə baxırıq. English people have 4 meals a day. Meals sayıla bilən cəm isimdir. How many ilə sual veririk. Və how many və how much ilə sual verəndə nəyin sayını soruşuruq, nəyin miqdarını soruşuruqsa, həmin isim how many, how much-ın yanında gəlməlidir. How many meals. Daha sonra baxırıq cümləmiz hansı zamandadır? İndiki sadə zamanda. Deməli, do-dan istifadə edirik. Çünki English people cəmdədir. Harda do yoxdursa, avtomatik onu çıxırıq. How much buradan çıxır. Sonra B-də do yoxdur, çıxır. C-də var. D və Y-də çıxır, does var. Çünki English people cəmdədir. Düzgün cavabımız olur C variantı. 31-ci testimizdə. A good idea came to his mind. Dedik ki, mübtədanın təyininə sual verəndə what kind of-la sual veririk və cümlə olduğu kimi davam edir. What kind of idea came to his mind. Düzgün cavabımız olur D variantı. Mübtədaya və mübtədanın təyininə sual verəndə köməkçi feildən istifadə etmirik. 32-ci testimizdə a lot of people gathered around their car. Baxırıq. A lot of people cümlə mübtədasıdır. Mübtəda da canlıdır. Yerinə who qoyuruq, olduğu kimi davam edirik. C variantı. 33-cü testimizdə they had to read the book because it was very interesting. Because səbəb bildirir. Nəyə görə belə olduğunu bildirir. Ona görə də why ilə sual veririk. Cümlə keçmiş sadə zamandadır. Diddən istifadə edirik. Why did? Deməli, had-lər çıxır. Why did they? Y variantında had to da çıxır. Had-lə did olmaz. A-da da have to yeyilib. Düzgün cavabımız olur B variantı. Why did they have to read the book? 34-cü testimizə baxaq. The children had to walk 2 hours in the forest. How long-la sual veririk. Sualımız how long olur. How many hours-ı çıxırıq. Çünki burada əgər to-nun altında xətt çəkilsəydi, onda how many hours verə bilərdik. How much da çıxır. A qalır, C qalır, Y qalır. Cümləmiz keçmiş sadə zamandadır. Diddən istifadə edirik. Ona görə C də çıxır. Y də çıxır. Düzgün cavabımız olur A variantı. Baxırıq 35-ci sualımıza. The child has been awake since early morning. When ilə sual verəndə cümlə keçmiş zaman keçməlidir. Ona görə də B variantımızı çıxaq. Sonra how long-la sual verməliyik. Yəni hansı müddətdən bəri, nə qədər vaxtdır ki
Və how long-dan sual verəndə cümlə keçmiş zamana dəyişmir. Ancaq what, time, when bunlarla dəyişir. How long has the child been awake? Cavab D variantıdır. Y niyə olmur? Çünki since-ə də biz sual vermişik. Since istifadə edə bilmərik. S-də niyə olmur? Has child-dan əvvəl gəlməlidir. Sonra 36-cı testimizə baxaq. He published his first book when he was only 18. Deməli, cümləmiz keçmiş sadə zamandadır. When ilə sual veririk. Baxırıq. A variantımız çıxır. When düzgündür. When keçmiş zamanda deyə diddən istifadə etməliyik. Was çıxır, was çıxır. Had də çıxır. Düzgün cavabımız olur. Üzr istəyirəm. Düzgün cavabımız olur D variantı. When did he publish his first book? Baxın, publish keçmiş sadə zamandadır. İdi ilə bitib, diddən istifadə etməliyik. Was-lar B-S buna görə çıxdı. A-da ümumiyyətcə zamanı sual verilməyibdir. A da ona görə çıxır. Y-də isə had olmaz, did olmalıdır. 37-ci testə baxaq. He waited for her for half an hour. Vaxt bir müddət gözləyik və o müddətin uzunluğunu soruşmalıyıq. Cümlə keçmiş zamandadır, diddən istifadə edirik. S çıxır. When-dən istifadə etmirik, çünki vaxt soruşmur, vaxtın miqdarını, uzunluğunu soruşur. Y variantında didlə idi bir olmaz, Y-də çıxır, qalır A ilə B. How olmaz, how necəliyi soruşur. Onun heç bir məna uyğunluğu yoxdur. Düzgün cavabımız olur A variantı. How long did he wait for her? Ona neçə müddət, nə qədər vaxt gözlədi? 38-ci testimizə baxırıq. She wanted to the whole world to know how happy she was. O nəyi? She wanted the whole world to know. O özünün nə qədər xoşbəxt olduğunu bütün dünyanın bilməyini istəyirdi. Nəyi istəyirdi? Deməli, sualımız what-la olur. Wanted keçmiş sadə zamandadır. Diddən istifadə edirik sualı düzəldərkən. Deməli, A-nı saxlayaq. B çıxır. B çıxır. Sonra Y də çıxdı, B də çıxdı. Qalır A, S, D. Didlə wanted olmaz. A da çıxır. S ilə D qalır. What did she want the whole world to know? To know-nu yazmasaq cümlə tamamlanmır. Məna etibarilə düzgün olmur. Düzgün cavabımız D variantı olur. 39-cu testə baxaq. Dina has been ready for a long time. Cümləmizin sualını veririk. How long-la, yəni nə vaxtdır ki hazırdır. Cümlə indiki bitmiş zamandadır. Has-lə verilməlidir. Dedik ki, how long-la sual verəndə cümlənin zamanı dəyişmir. A variantımız çıxır. A variantımız çıxdı. Sonra baxırıq, D variantımız da çıxır, A da çıxdı. Qalır B, S, Y. When-lə qətiyyən bitmiş işlənmir, B-də çıxır. Qalır S və Y variantı. Has been olmaz. Has dinner been olar. Sadəcə has hissəsi keçir qabağa. Əsas feil, been əsas feildir. O yerində qalır. Düzgün cavabımız olur C variantı. Keçək 40-cı sualımıza. We ordered dinner for our guests. Biz qonaqlarımız üçün dinner sifariş etdik. Baxırıq, kimə qonaqlarımıza? Cümləmizin mübtədasına yox, tamamlığına sual veririk, who ilə sual veririk. Dedik, mübtədaya sual verəndə who ilə. Köməkçi feildən istifadə etmirik. Amma tamamlığa verəndə who ilə köməkçi feildən istifadə edirik. Baxırıq, did axtarırıq. Harada did var, onlar qalır. A variantı gedir, did yoxdur. Aha, Y variantı da gedir. Whose guests olmaz. Çünki our guests-ə sual verməliyik biz. Bu da çıxır. Səbəbi soruşmur. Why-da çıxır. Whom did we order? Didlə ordered olmaz. Düzgün cavabımız olur B variantı. Who did we order dinner for? For da mütləq yazmalı ki, kim üçün? Preposition-ı qətiyyən yemək olmaz. 41-ci testimizə baxırıq. A few days later, the team arrived at the hotel. Baxırıq, cümləmiz sadə keçmiş zamandadır, diddən istifadə edirik. Did olmayan cümlələr çıxsın, B variantı çıxsın, C variantı çıxsın. Baxırıq,
Diddən sonra mübtəda gəlməlidir. Arrive olmaz, A da çıxır. Didlə arrived olmaz, çünki iki keçmiş bir cümlədə olmur. Düzgün cavabımız olur Y variantı. Baxırıq 42-ci testdə. The subject has been discussed twice this week. Əgər həftədə, ayda, ildə bir dəfə, üç dəfə, beş dəfə, twice, force belə sözlər görürüksə, onda how many times da sual verməliyik. Times da sayıla bilən isim olduğuna görə, dəfə mənasında sayıla bilən isim olduğuna görə how many ilə veririk. A, B variantımız avtomatik çıxır. Baxırıq, how many times cümləmiz indiki bitmiş zamandadır. Has keçməlidir qabağa, tək amma. Been olduğu kimi qalır. Been discussed cümləmizin əsas feilidir. How many times has the subject been discussed this week? 42-cidə düzgün cavabımız olur Y variantı. 43-ə baxaq. Have you come back from? Where from-la işlənir. Bu çox asan bir testdir. O hardan gəlir? Düzgün cavab B-dir. Sonra 44-cü testə baxaq. Here are 3 pens. Budur 3 qələm. Baxırıq variantlara. Whose da özündən sonra isim tələb edir. A çıxır. What one do olmaz. Which one do olar. Which one verirsə köməkçi feil yoxdur, olmur. Which you like most olmaz. Düzgün cavabımız olur C variantı. Hansını? Which one do you like most? Sonra 45-ci testə baxaq. When have the runners to be at the start? Bu düzgün bir cümlə quruluşu deyil, ümumiyyətlə. A çıxır. Have the runners to be at the start now? B də çıxır. Did the runners have to be at the start now? 45-də C-də çıxır, çünki now ilə did olmaz. Do the runners have to be at the start now? Bu olar indiki sadə zamandadır. Now ilə indiki zaman istifadə olmalıdır. Y-də isə the runners have to be at the start now. Haven't they? Have to nun inkarı sualı özü ilə düzəlmir. Y-də çıxır. Düzgün cavab D variantı. Baxırıq 46-ya. I had to dig the ground with my spade. With what? Or what with? Ya with what yazırıq cümlənin əvvəlində, ya da what-u əvvəldə yazırıq, with-i sonda yazırıq. Baxırıq, cümlə hansı zamandadır? Keçmiş sadə zamanda. Didlə düzəlməlidir. Did olmayan cümlələr çıxsın. A çıxsın, C çıxsın, Y çıxsın. Qalır B və D variantı. B və D variantının bir fərqi odur ki, sonda with var B-də, D-də yoxdur. With-i mütləq yazmalıyıq. Ona görə düzgün cavabımız olur B variantı. Cümlədə nəyin altından xətt çəkilibsə, sadəcə ona sual veririk. Qalan yerlərə toxunmamalıyıq. 47-ci testə baxırıq. She will write a letter to her cousin tomorrow. Cümlə gələcək zamandadır və cümlənin tamamlığına sual verilmişdir, canlı tamamlığına. Ona görə who ilə veririk. Who-dan sonra köməkçi feil gəlməlidir. Baxırıq. A-da gəlib, B-ni hələ ki saxlayaq. C-də gəlməyib, D-də gəlməyib, Y-də gəlməyib. Baxırıq, A ilə B-nin fərqi nədir? To. Letter to tomorrow. 47-də ona görə A olur cavabımız. Preposition-ı qətiyyən yemirik. Altından xətt çəkilməyən sözü oradan çıxarda bilmərik. 48-ci testə baxırıq. Düzgün cavabı seçin deyir. How much it took you to do your homework? Burada köməkçi feil yoxdur, A çıxır. How long do you usually your homework? Burada əsas feil yoxdur, B çıxır. How long does it takes? Does-la takes işlənməz, C-də çıxır. How many hours you spend on your homework? Bu cümlədə də köməkçi feil yoxdur. Düzgün cavabımız olur Y. How much time? Time burada sayıla bilməyən isimdir. Vaxt mənasındadır. Times deyirsə dəfə mənasındadır. Sayıla bilməyən kimi vaxt mənasındadır. How much time do you spend on your homework? Düzgün cavabımız olur Y variantı. Baxırıq 49-cu testimizə. You will be punished for what you have done. Sən deyir, etdiyin şeyə görə cəzalandırılacaqsın. Cümlə gələcək zamanda və passive voice-dadır. Baxırıq cümləmizə. A variantında be yeyilib, A variantı çıxır. B variantında what will olmalıdır. Will gəlməlidir mübtədadan əvvəl, B də çıxır. Y-də də will əvvələ gəlməlidir. Qalar C və D. Why olmaz.
Why for'dan işləmir. D variantı. What will you be punished for? Nə üçün cəzalandırılacaqsın? Y variantına baxaq. 50-ci testə baxaq. This engineer usually works with his own team. Cümlə indiki sadə zamandadır. Ona görə və this engineer sayıla bilən tək isimdir deyə does vasitəsilə sualı düzəltməliyik və his own team baxırıq canlıdır deyə who-dan istifadə etməliyik. Və cümləmizin tamamlığı olduğuna görə who ilə sual verəndə köməkçi fe'l istifadə edə bilərik. Does olan variantları saxlayırıq, digərlərini silirik. Deməli, A qalsın, B çıxır, C çıxır, D çıxır. Qalır A və Y. Who does this engineer usually work with? Düzgün cavabımız olur A variantı. Y niyə olmur? Works ilə does olmaz. Baxırıq 51-ci testimizə. A day or two later, the whole company gathered at the station. When ilə sual veririk. Cümlənin zaman zərfidir. Cümlə keçmiş zamandadır, diddən istifadə edirik. Baxırıq, A-da did var qalsın, B-də did yoxdur, B çıxır. C-də has var, C çıxır. Y-də did yoxdur, Y çıxır. Qalır A və D variantı. A-da da did və gathered ikisi bir yerdə istifadə oluna bilməz. Düzgün cavabımız olur D variantı. 52-ci testə baxaq. Two new contracts have been signed this week. Deməli, indiki bitmiş zamandadır cümləmiz və cümlə passive voice-dadır. When ilə sual veririk, cümləni keçirdirik keçmiş zamana. When have olanları çıxaq avtomatik, B çıxsın, D çıxsın, Y də çıxsın. Çünki did yox, were-dən istifadə etməliyik. Nəyə görə? Çünki cümləmiz passive voice-dadır. Və was yox, were, çünki mübtədamız cəmdədir. When deməli nələr çıxdı burada bir də baxaq. Have olanlar çıxır. D variantı çıxır, did də çıxır. Qalır A və C. A da çıxdı, did var. Qalır C variantı. When were two new contracts signed? Düzgün cavabımız olur 52-də C variantı. 53-də. Theodore Dreiser's father was a businessman. Theodore Dreiser'in atası biznesmen idi. Nə idi? Biznesmen idi. Bu əgər professionla bağlı, professiya ilə bağlı sual verəndə who ilə yox, what ilə sual verilir ingilis dilində. Ona görə də deyirik, what was Theodore Dreiser's father? Burada cavabda çaşdıra bilməzsiniz əslində. B variantında who-dan sonra was gəlməli idi. B variantı çıxır. C-də whose father demir. Kimin atası deyə sual vermir. C-də çıxır. What kind of man deyə bir şeydə belə bir sual yoxdur. How-da necəlik bildirir olmaz. Düzgün cavabımız elə A variantında qalır. Amma bunu unutmayın ki, professiya haqqında sual verəndə what-la sual verilir. Who ilə yox. Sonra 54-cü testə baxaq. The delegates have been here for 10 days. Günün sayını, müddəti soruşursa, when ilə yox, how long-la sual vermək lazımdır. Ona görə A variantı çıxır. How many days yox. Burada gün sayını soruşmur. C də çıxır. When Y də çıxır. Qalır B və D. How long have the delegates been here? How long have been the delegates been here? Been olduğu yerdə qalır, çünki əsas feildir. B variantı düzdür. D səhvdir. Have been olmaz. Have the delegates been olar. 55-ci suala baxaq. He began to earn money when he was a little boy. O balaca oğlan olanda, balaca uşaq olanda pul qazanmağa başladı. Nə vaxt balaca uşaq olanda? When ilə sual veririk. A çıxır, B çıxır, C çıxır. Qalır D və Y. Cümləmiz keçmiş sadə zamandadır. He began deyirsə, diddən istifadə edirik. Qalır Y variantı. 55-də düzgün cavabımız Y variantı olur. 56-ya baxaq. Ted has been told about it this morning. İndiki bitmiş zamandadır cümlə və passive voice-dadır. This morning-ə sual verib, zaman zərfinə sual verdiyinə görə keçmiş zamanda yazırıq. Passive voice olduğuna görə did yox, was-dan istifadə edirik. Baxırıq. Did olan çıxır, has olan çıxır. Qalır C variantı. When was Ted told about it? 56-da düzgün cavabımız olur D variantı. 57-də he had to stay there for a week. Yenə vaxtın müddətini soruşursa, how long-dan istifadə edirik. A variantı çıxır. Həm də how much time-dan istifadə edə bilmərik burada. Çünki had-in sualı özündən vermirik. Did axtarmalıyıq biz burada.
Did harda var, onu saxlayırıq, qalanlarını çıxaq. B də çıxır, C də çıxır. D və Y qalır. D və Y qalır. Biz when deyə bilmərik də. When dəqiq bir vaxtı bildirir. Bu amma vaxtın müddətini soruşur deyə D çıxır, Y variantını seçirik. 57-də olur Y variantı. 58-də a few guests came to congratulate me on my birthday. Deməli, guestsin sayını soruşuruq və dedik ki, mübtədanın təyininə sual verəndə how many dediksə, how many guests dediksə, cümləmiz qaldığı yerdən davam edir. Çünki normalda köməkçi feili mübtədanın əvvəlinə yazmalıyıq. Amma biz burada how many guests deyirsə, avtomatik orada köməkçi feilə yer qalmır. C variantı düzgündür. How many guests came to congratulate me on my birthday? 58-də düzgün cavabımız olur C variantı. 59-a keçək. About 7 million people live in London. People sayıla bilən cəmisimdir. How many ilə sual veririk. B variantı çıxır. How many people live in London? Lives olmaz, A çıxır. Do does live olmaz. Çünki do does people'dan əvvəl gəlməlidir. Köməkçi feil people'dan əvvəl, mübtədadan əvvəl gəlməlidir. Düzgün cavab olur C variantı 59-da. 60-a baxaq. The museum has been closed for a month. Yenə deyirik. For a month bu kimi sözlərdə müddət soruşursa how long-dan istifadə edirik, when-dən yox. B çıxır, C çıxır. How long had the museum been closed? A variantı düzdür. How long-dan istifadə edəndə indiki bitmiş zamanda zamanı dəyişməyə ehtiyac yoxdur. Eyni zaman qalır. 61-ci testə baxaq. The fitter had to work from morning till night. Deməli, baxaq A variantına. How long did the fitter have to work? Bu variant düzgündür. Bax digərlərinin səhvliyinə. Deməli, cümlə keçmiş sadə zamandadır. Diddən istifadə edirik. Did olmayanlar çıxır. B çıxdı. C çıxdı. Qalır D və Y. Didlə had olmaz. Didlə has olmaz. Didlə mütləq have olmalı. D və Y də çıxır. Düzgün cavab qalır 61. D A variantı. 62-ci testlə davam edirik. A pleasant event took place the next day. Mübtədanın təyininə sual veririk. What kind of-la sual veririk və cümlə qaldığı yerdən olduğu kimi davam edir. What kind of event took place the next day? Mübtədaya və mübtədanın təyininə sual verəndə köməkçi feil əlavə olunmur. 63-ə baxaq. Düzgün cümləni seçməliyik. How often-dan sonra, deməli, sual sözlərindən sonra mütləq şəkildə köməkçi feil gəlməlidir həmin zaman. How often-dan sonra gəlməyib. A çıxır. When has the doctor had a little rest? When-lə has işlənməz bu zaman. B-də çıxır. Didlə has işlənməz, have işlənər. C-də çıxır. Since when the doctor has had a little rest. Bu da düzgün deyil. Düzgün cavabımız olur Y variantı. When did the doctor have a little rest? When-dir, since when-dir. Bunlardan sonra indiki bitmiş zaman gələ bilməz. 64-də baxaq. My father has planted a lot of trees in our garden this year. Bu il deyirsə, dəqiq vaxt bildirirsə, when-lə sual veririk. Deməli, D variantımız çıxır. When-lə sual verəndə bu cümləyə, cümlə keçmiş zamana gedir. Biz did axtarmalıyıq. B-də did yoxdur, çıxır. C-də did yoxdur, çıxır. Qalır A və Y variantı. Y-də də didlə planted olmaz bir cümlədə. Y-də çıxır. Düzgün cavabımız olur A variantı. 65-ci testə baxaq. The Kennedys had to stay there another month. Cümlə keçmiş sadə zamandadır. Cümlədə did axtarmalıyıq və cümlədə axtarmalıyıq how long-u how long-la düzəlməlidir. Əvvəlcə gəlin did olmayanları çıxdaş edək. A variantı gedir, C variantı gedir. Another month nə qədər vaxt qaldığını soruşur da, o orada deyir, bir ayda qalmalıdır. Müddəti dəqiq demir, bir vaxtı demir, müddət deyir ki, bir ayda qalmalıdır. How long did the Kennedys have to stay there? Düzgün cavab olur B variantı. Baxaq, C çıxır, B düzdür. D-də tərcümə etibarı düz deyil. Y-də isə didlə had bir cümlədə olmaz. 66-cı testə baxaq.
You will have to work hard if you want to speak French very well. Düzgün cavabımız deməli burada olur want you. Birinci S-yə baxırıq. Düzgün cavabımız olur B variantı. 67-yə baxaq. Mark rang up as soon as he arrived in Milan. Deməli, sualımızı veririk when-lə. When-lə. B çıxır, Y çıxır. When-dən sonra did axtarmalıyıq. Rang up keçmiş sadə zamandadır. When did Mark rang up? Düzgün cavab olur C variantı. Milan arrive olmaz. Çünki biz ona sual vermişik artıq. D-də çıxır. 67 düzgün cavab olur C variantı. 68-ə baxaq. He has decided to repaint this room. Oh, has he? What color is he going to paint it? Deməli, əgər tag questions-da, yəni bir cümlənin içində vergüllə ayrılırsa, bir tərəf təsdiq, bir tərəf inkarda olur. Amma belə ayrı-ayrı cümlələr formasında olursa, nöqtə ilə bitirgən cümlə başlayırsa, təsdiqə təsdiq, inkara inkar. Düzgün cavabımız olur D variantı. 69-da she has decided to learn another language. Bu da ayrı cümlədir. Has-dirsə hasn't she olur. 69-da cavabımız olur. No, has-dirsə has she olur. Bir cümlə olsaydı hasn't she olardı. Düzgün cavabımız olur B variantı. 70-də my brother can play the piano perfectly. Deməli, sual veririk tərzdə hərəkət zərfinə. How well, nə qədər yaxşı oynayır? Cümlə indiki sadə zamandadır və can-lə verilməlidir sualı. A variantımız çıxır. Sonra can mübtədadan əvvələ keçməlidir. B-də çıxır. D-də can yoxdur. Y-də də yenə can mübtədadan əvvələ keçməlidir. Düzgün cavabımız olur C. How well can he play the piano? 71-ci testə baxaq. 71-də Nick had to leave Baku for a month. Bakını deməli bir aya tərk etməlidir. Nə qədər müddəti? 71-də düzgün cavabımız olur. Deməli, for how long did Nick have to leave Baku? Düzgün cavabımız B variantıdır. Baxaq digərləri niyə görə səhvdir. When had to özü didlə düzəlir sualı. A variantımız çıxdı. Öz sualı özü düzəlmir, didlə düzəlir. C də çıxır. Y də çıxır. When olmaz, çünki dəqiq bir vaxt demir. Bir ay ərzində, bir ay müddətində deyir. Sonra 72-yə baxaq. The place where I was born is a big city now. Deməli, where I was born-a sual veririk. Yer, hansı ki mən doğulmuşam. Yəni, hansı yer mənim doğulduğum yer. Ona görə which place is a big city now deyirik. B variantı. Necəliyini, hansı olduğunu soruşur. What kind of city deyə bilmək. Bir növ demir burada. Sırf mən doğulduğum yer. Orada bildirir ki, mən doğulduğum yer deyir. 70-cə baxırıq. A lot of remarkable experiments have been carried out by our scientists lately. Lately indiki bitmiş zaman zərfidir. When-lə sual veririk. Cümlə passive voice olduğuna görə did yox, were-dən istifadə edirik. Çünki experiments cəmdədir. Baxırıq. Did olan variantlar avtomatik çıxır. Deməli, başlayaq. D çıxdı. B-də have var. B-də çıxdı. Y-də də were a lot of remarkable experimentsdən əvvəl gəlmədi. Y-də çıxdı. Qalır A və C. Burada been olmaz. Düzgün cavabımız olur. 73-də A variantı. 74-də baxaq. A new school has been built near our house lately. Eyni formada olan testdir. When-lə sual veririk. School təkdə olduğuna görə was deyirik. Baxaq. Did çıxır. Has çıxır. Burada da was a new school-dan əvvəl olmalıdır. Been olmaz. Cavabımız 74-də D variantı. 75-ə baxaq. Many guests have been invited to my birthday party today. Bu da eyni şəkildə passive voice-dadır. Guest cəmdə olduğuna görə were-dən istifadə edirik. B variantı, C variantı çıxır. Y də çıxır. Were sonra gəlib guest-lə. Qalır A və D variantı. Baxaq fərqi nədir bunların? When were invited olmaz. When were many guests invited olar. D variantı. Sadəcə köməkçi fe'l əvvələ keçməlidir. Düzgün cavab olur D variantı. 76-da.
Düzgün cavabı seçirik. Hansı cümlə düzgün formada sual cümləsidir. Does Linda always has? Does-la has bir cümlədə olmaz. Bunu belə bu formada çıxış edək. Səhvləriniz olduqda belə, məsələn, deyirik ki, bu cümlə səhvdir. Onu təsdiqlədin ki, özünüzdə əmin olun ki, bu cümlə bu səbəbə görə səhvdir. Sonra B-yə baxaq. What lesson does Linda always have on Monday? Bu cümlə düzdür. Baxaq digərləri niyə səhvdir. When has Linda a music lesson? Cümlənin bu has bilinmir burada. Əsas feildir, köməkçi feildir, cümlə səhvdir. Linda always has a music lesson on Monday. Hasn't she? Hasn't she yox, doesn't she olmalıdır. Has burada əsas feildir, köməkçi feil deyil. What does Linda has? Does-la has olmaz. Cavabımız olur B variantı. 77. The head of the family and his children have been invited to Mrs. Emily's party today. Yenə when-lə sual veririk. Cümləmiz olur. Cümlənin köməkçi feili olur were cəmdə. A çıxır, B çıxır, Y çıxır. C-yə baxaq. When were the head of the family and his children being invited olmaz. Were invited olur. Düzgün cavabımız 77-də olur D variantı. 78-də. Which country Ottawa is the capital? 78-də A səhvdir. Çünki deməli olmalıdır is Ottawa-dan əvvəl. Which country is Ottawa the capital of? Düzgün cavabımız B-dir. Baxaq nəyə görə? A-da həm is Ottawa-dan əvvəl olmalıdır, həm də of preposition'ı yeyilib. C-də which country's capital Ottawa is? Bu da düzgün quruluş deyil. Sonra baxaq D-yə. Which country is Ottawa the capital? Bu da quruluşu da düzgün deyil. Of which country Ottawa is? Is burada əvvəl olmalıdır. Y də səhvdir. Deməli 78-də düzgün cavabımız olur B variantı. Keçirik 79-cu testimizə. These experiments have been made by a young scientist. Deməli, burada ya who, by-la sual verir, ya da by whom-la sual verir. Who əvvəldə by sonda, ya da ki by whom-la verir sualımızı. Deməli, başlayaq A variantından. Who have been these experiments made by? Who have these experiments been made by olmalıydı. A variantımız səhvdir. Bir dənə have keçməlidir əvvəl elə bil. Qalan feilin digər hissəsi qalmalıdır yerində. Sonra 79-da B də səhvdir. Has olmaz, have olmalıdır. Çünki burada experiment cəmdədir. Who have these experiments been made by? Bəli, bayaq dediyim kimi düzgün cavabımız C-dir. By whom have olmalıdır. D səhvdir. Who have olmalıdır. Y səhvdir. Düzgün cavabımız olur C variantı. He had made friends with the Browns by that. Deməli, baxırıq 80-ci testimizdə A variantında who-dan sonra tamamlığa sual verib. Köməkçi feil gəlməlidir. Deməli, baxaq A çıxdı, çünki köməkçi feil mübtəda gəlib. Cümlə had made bitmiş zamandadır, B də çıxır. Deməli, cümləmiz bitmişdə D də çıxır, didlər çıxır. Düzgün cavabımız D-dir. Who had he made friends with by that time. Y variantı səhvdir. With whom-dan sonra had olmalıdır. Düzgün cavabımız D. 81-ə baxaq. You spent your childhood in the village, weren't you? A səhvdir, didn't olmalıdır. Didn't you olmalıydı. You spent your childhood in the village, didn't you? B düzdür. You have spent your childhood in the village, haven't you? Olmalıdır, C səhvdir. You had to ilə hadn't olmazdı, didn't you olmalıdır. D də səhvdir. Have to da don't you olmalıdır, Y də səhvdir. Cavabımız olur B variantı. 82-ci testə baxaq. Aha. How much time-dan sonra köməkçi feil gəlməlidir. A çıxır. How much time olmalıdır, does olmaz, B də çıxır. How much time does he have to spend on his English every day? Düzgün cavabımız budur. Baxaq D-yə nəyə görə səhvdir. How much time does-la spend olmaz. How much time has he spent olmaz, does olmalıdır. Düzgün cavabımız C variantı. Baxaq 83-cü testimizə. Aha, düzgün cavabımızı seçək. Do you know what did he wanted to talk to me? Deməli, didlə wanted olmaz. A variantı çıxdı.
A variantımız çıxır. Do you know what does he want? Deməli, cümlə əgər what-la bu sual sözləri birləşirsə, özündən sonraki struktur olduğu kimi mübtəda, xəbər tamamlıq bu formada olmalıdır. Köməkçi fe'lərdən istifadə eləməməliyik. Ona görə B də çıxır, C də çıxır, D də çıxır. Düzgün cavabımız olur Y variantı. Əgər what, why və ya bu kimi sual sözləri ilə, conjunctionlarla bağlanırsa, özündən sonra olan hissə olur sadə cümlə forması. Artıq köməkçi fe'lə ehtiyac qalmır. Açıq suallara keçid edirik. Qapalı testlərimiz bitdi. 84-cü testə baxırıq. Have you known Mr. Brown? Cümləmiz indiki bitmiş zamandadır. Ona görə when, what time avtomatik istifadə olunmur. Have you known bir insanı ya tanıyırıq, ya tanımırıq. How often da olmur. Düzgün cavab olur 1 və 4. 85-də have you been learning French? Burada da what time, when olmur, how often da olmur. Bir dili fransız dilində məsələn. Yəni də öyrənirik ya da öyrənmirik. Bu hansısa tezliklə olacaq bir şey deyil. Ona görə də 85-də də düzgün cavabımız olur 1 və 4. 6-cı testimizdə nobody was injured in the accident yesterday were they? Əgər cümləmiz cümlə mübtədası törəmədirsə və insanı bildirən, canlı bildirən törəmədirsə, vergüldən sonrakı hissə cəmdə olmalıdır. Birinci hissənin təkdə olmağına baxmayaraq. Birinci cümlə düzdür. İkincidə isə nothing was done to warn them against fire. Burada nothing was it bu cümlədə düzgündür. Heç nə edilməmişdir. Elə deyilmi? Ona görə də 2 də düzdür. 3-ə baxırıq niyə səhvdir. There was nothing else. Nothing varsa was olmaz. Burada da no varsa were olmaz. Düzgün cavab 1-2-dir. 87-yə baxaq. No one is informed about the change. Baxın, are they eyni şəkildə canlı olduğuna görə canlı olduğuna görə are they olur. Birinci tərəfdəki fe'lin is olmasına baxmayaraq. Biri düzdür. 2. Nothing is wrong. Isn't it? Nothing inkar olduğuna görə ikinci tərəf inkar olmaz. 2 çıxır. 3-də də they are given much homework. Are they? İkisi də təsdiq olmaz. 4-də düzdür. There is hardly. Hardly inkar da deyil. İkinci tərəf təsdiqli olur. 87-də düzgün cavab 1-4. 88-ə baxaq. How long have they been writing this report? Bu düzgündür. Burada bir səhv yoxdur. İkinci testə baxaq. İkinci cümləyə baxaq. When did she begin driving? Bu da düzdür. Which bus go to the city center? Cümlədə köməkçi fe'l yoxdur. Səhvdir. Haven't we met somewhere before? Burada heç bir şəkildə düzgünlük yoxdur. Haven't we met olardı bəlkə olsaydı. Anywhere before olardı. Have you ever been so tired before? 5-də düzgündür. Düzgün cavab 1, 2, 5 olur. 89-a baxaq. Deməli, 89-da the boy hurt his leg, didn't he? Bir düzgündür. The boy shut the door, doesn't she? Shuts olsaydı doesn't she olardı. Doesn't şey olmaz. 2 çıxır. The boys let their friends play with us. Don't they? Düzdür. The boy put his toys on the sofa, doesn't he? Doesn't he olmaz. Puts olmalıydı. 4 səhvdir. Düzgün cavab 1-4 olur. 4-cü cümlə keçmiş zamanda da didn't he olardı. Sonra 90-da what are today's young people interested in? Bu düzgündür. İndiki gənclər nəyə maraqlıdırlar? İkinci test cümləyə baxaq. Do you know what city does he live? What city he lives in olmalıydı. 2 səhvdir. Bayaq dedik ki, cümlənin ortasında gəlirsə, cümlə məsələn what city, what, when, where ilə cümlə birləşirsə, ondan sonrakı hissə də köməkçi fe'ldən ehtiyac yoxdur. Cümlə nəqli cümlə formasında davam edir. 2-dən 2 də səhvdir. Baxaq 3-ə. What kind of hotel you want to stay? Do you want to stay olmalıydı. 3-də səhvdir. Do you know what subjects he was taught at school? 4 düzdür. In what subjects have you been assigned revision tasks? 5-də düzdür. Düzgün cavabımız 90-da olur. 1, 4, 5. 91-ə baxaq. They had a dictation yesterday. Hadn't they? Bu olmaz. Didn't they olmalıydı. 1 çıxır. Does your watch tell what month is it?
Bu da çıxır. What month it is olmalıdır. How much sugar shall I have to add to make a cake? 3 düzdür. What can you describe how did it olmaz? How it all happened olmalıydı. 4-də səhvdir. Caroline no longer stayed there. Did she? No longer inkar bildiyinə görə did she olur. Düzgün cavabımız 3-5. 92'de you had a good time at the party, hadn't you olmaz, didn't you olardı. Bir çıxır. Will you explain what makes you behave so badly? 2 düzdür. Did your niece show what did she olmaz, what she made olmalıydı. 3 çıxır. How much silk this factory has to produce this year? Bu da səhvdir. You have never heard such a good voice before, have you? Bu düzgündür. Çünki never inşadadığı üçün təsdiqdə olur. How much silk does this factory have to produce this year? Bu formada olmalıdır. Dördüncü cavab. Deməli, 2-5 olur 92-də. 93-ə baxaq. What subjects is your brother good at? Bu düzgündür. Bir düzdür. Do you imagine how do they olmaz? How they work in such olmalıydı. Köməkçi fe'l istifadə edə bilmirik. 2 səhvdir. 3'ə baxaq. What street do you live in olmalıdır. 3 də səhvdir. Does she know how we managed to persuade Nick? 4 düzdür. In what fields of science have they achieved great success? Bu da düzdür. Düzgün cavabımız olur 1, 4, 5. 94-cü testə baxaq. He cut the bread into thin slices, doesn't he? Cut olsaydı doesn't olardı. Cut'dı deyə keçmiş zamandadır, didn't he olmalıydı. Deməli, A variantımız çıxır. Birinci cümləmiz çıxır. İkinci cümləyə baxırıq. Would you advise me some interesting books to read? Bu düzgündür. Sonra baxırıq üçüncü cümləmizə. Somebody broke into the bakery to steal bread. Didn't they? Düzdür. Dedik ki, some, any, no, onların törəmələri mübtəda olanda digər hissədə cəmdə işlətməliyik. Vergüldən sonra tag question'ımızı. 3 düzdür. How much does your new trousers cost? Bu düzgün deyil. 4'te çıxır. Why do people have to work under such stressful conditions? 5'te düzdür. 2, 3, 5 qalır düzgün cavabımız. 95'te. How many available tickets does he have? Bu tamamilə birinci cümlə düzdür. Who does the old man live with? Bu da düzdür. You have never been to China, have you? Bura inkardır, bura təsdiq düzdür. What kind of useful information have been given? Bu cümlə düzgün deyil. Çünki cümlənin mübtədası yoxdur. Səhv cümlədir. Yox. Həm mübtəda yox, həm də information sayıla bilməyən isimdir. Has been given olardı. What made her to think so? Bu da düzgün deyil. Düzgün cavabımız olur 1, 2, 3. Keçdik 96-cı və sonuncu sualımıza. Both of them had to call their parents. Deməli, cümlə keçmiş zamandadır. Keçmiş zamanda da burada bir dənə B variantıdır. Didn't they? Düzgün cavab bir də B'dir. 2-də. All of them have to realize the situation. Cümlə indiki sadə zamandadır. Baxırıq, A sadədədir, B-ni yazdıq, C, D, Y. Və A ilə D indiki sadə zamandadır. Cəmdə olduğuna görə A variantını seçirik. 2 olur A. 3'ə baxaq. The waiter has to clean the table immediately. İndiki sadə zamandadır. Orada da D olur. Doesn't he? 3 də olur. Düzgün cavabımız D. Bu bölmənin də sonuna gəldik. Hər hansı bir sualınız olarsa şərhlərdə qeyd edərsiniz. Növbəti videolarda görüşənədək. Hələlik.